Hə uşaqlar, bir dənə konserv aldıq gördüyünüz kimi. Dardanel tuna, zeytun yağında, çılığın, burada bir güləşən bekardır yanına valla. Uşaqlar bu da filedir, 2 dənə filedir var, qızartmışıq gördüyünüz kimi. Bunun altını söndürək. Qoy qalan zalçalarını qapağı da qoyaq ağzına. Bang! Oy, səs azaldı, çır-çırtın səs azaldı, nə tər qoydumsa. Deməli, neyin yedik? Bu konservanı açırıq belə, ehtiyatla. Zəhnəmcə axı bunu dağılmadığından. Oxay, bu başqa söhbətdir, bu qırğındır bu. Mən bu uşaqlar başqa cür düşünürdüm deyim. Amma yox. Ya. Qaqamız interesini gələcək. O şimdi döşətini çəkirik, belə qabağı uşaqlar, tozuqlarım. Bak. Deməli, nə edirik? Bunun ikisini bir əldə tutub varsan. Uşaqlar olsun, siz gözləyin gəlir də. Qaqavız başım gəldi. Budur, bu da uşaqlar qatığımızdır. Artıq komment yazanlar, artıq danışanlar. Yeməyə hazırlaşarkən üzümdəki bu xoşbəxtliyə görə özümə təşəkkür edirəm. Bismillah. Hər şeydən qabaq, hər şeydən öncə, hər şeydən əvvəl şükür eləmək lazımdır bu nemətləri bizə yetirənə. Gəldik çörəyə uşaqlar. Çörək olmaz kökəldir. Qaqaş qədərində hər şey olar. Mən həmişə demişəm, yemək, içməklə qidalar. Vay, bunu heç kimə deməyin ha. Ətdir də bu. Necə dadlıdır uşaqlar. Mükemmel konserv adam. Məsləhət görəm. Uşaqlar yiyəsiz. Zülaldı. Bizdə olmaq üçün yeməlisiniz. Masa.